Efendim bu Fəxri Xiyabana necə gedirsiniz heç? Bilirsinizmi, mənim fəxri xiyabana özümün münasibətim var. Bütün ölmüş insanlar Allah qarşısında bərabərdir. Və hələ məlum deyil ki, ən kasıbı, bəlkə də Allah qarşısında ən deməli hörmətlisidir və ən zəngini bəlkə də Allah qarşısında ən günahkarıdır. Bilirsinizmi, məsələ bundan ibarətdir. Ona görə İslam aləmində əlləyalarda adamları bastırmırlar. Bizim o xiyabanlarda adətən tanışlıqla bastırırlar. Hər millətin deməli əsas 3 dənə faktoru olmalıdır. Birinci faktoru dini. Bax bizə dinimizi unudublar. Bilmirik. Deməli dinsizik biz. İkincisi bizim milli mənsubiyyətimiz. Mənim əzizlərim, biz Azəri türkləriyik. Amma biz deyirik Azərbaycanlıyıq. Yaxşı, biz Azərbaycan türkləriyik. O birisiləri Anadolu türkləridir. Deməli biz millətimizi də bilmirik. Üçüncü faktor dil faktorudur. Azərbaycan elitası ana dilini lazımı qədər bilmir. Deməli dini mənsubiyyəti olmayan, milli mənsubiyyəti olmayan. Əkbər böyük sözdür. Böyük sözdür, dünyanı lərzəyə salır. Mən istəyirəm ki, mənim xalqım Allahu Əkbər deyəndə onun bütün tükləri biz dursun. Və bu Allahu Əkbərlə ən böyük qəhrəmanlıqlara gələmiz.